Çempionlar Liqasında 4-cü turda Qarabağın rəqibi İngiltərənin həngi Chelsea olacaq. Gəlin baxaq görək təmsilçimiz zadəganlar qarşısında sürpriz edə bilərmi? Videoya keçmədən öncə kanala abunə olmağı unutmayın. Əslində Chelsea bizə tanış rəqibdir. 2017-ci ildə Qarabağ ilk dəfə Çempionlar Liqasının vəsiqə qazananda qrupdakı rəqiblərimizdən biri məhz Chelsea idi. Səfərdə 6-0, Bakıda isə 0-4 hesabı ilə məğlub olmuşduq. Təbii ki, indi vəziyyət daha fərqlidir. Çünki Chelsea qarşısında daha təcrübəli Qarabağ olacaq. Chelsea Çempionlar Liqasında 3 turdan sonra 6 xal yığıb. İlk turda Bavariyaya səfərdə uduzan zadəganlar daha sonra öz evində Benfica-nı 1-0, Ajax-ı isə 5-1 hesabı ilə darmadağın etdi. Ajax oyunun hesabı bizi yanıltmasın. Çünki Hollandlılar rəqib qarşısında 17-ci dəqiqədən etibarən 10 nəfərlə qalmışdılar. Həm də Ajax-ın indiki vəziyyəti heç də ürəkaçan deyil. İngiltərə Premyer Liqasına baxsaq, burada da Chelsea-nin vəziyyəti heç də ürəkaçan deyil. Klub 9 oyuna cəmi 14 xal yığıb və 9-cu pillədə yerləşib. Liverpool, Nottingham Forest, Ajax üzərində qələbələrdən sonra hamı fikirləşdi ki, klub özünə gəlməyə başlayır. Amma sonuncu turda evdə Sunderland-a məğlub oldular. Qarabağla oyun öncəsi Chelsea-nin 2 səfər qarşılaşması var. Zadəganlar ilk öncə FA Cup-da Wolverhampton səfərinə gedəcəklər. Daha sonra isə Premyer Liqada çətin Tottenham səfəri onları gözləyir. Bu mövsüm əla formada olan Tottenham əminəm ki, Chelsea-ni bir qədər çox yoracaqlar. Bu mövsüm Chelsea transferlərə 328 milyon avro pul xərcləyib. Bu siyahıda onlar Liverpooldan sonra ikinci pillədədir. Enzo Maresca'nın rəhbərliyi altında Chelsea daha çox mövqe oyunu taktikasına üstünlük verir. Topa sahib olduqda 3-1-3-3 taktiki sxeminə keçid edirlər. Burada əsas məqsəd cinah futbolçularına genişlik təmin edib, yarımdafiə və hücumçuya mərkəzdə mövqe yaratmaqdır. Bu da rəqibi daha çox qapıya sıxılmağa məcbur edir. Amma bu sistemin zəif nöqtəsi də var. Bu taktika topu itirdikdə kəskin əks hücumla nəticələnə bilir. Sunderlandla oyunda da biz bunu gördük. Chelsea rəqib meydançasında topu itirir və Sunderland futbolçuları bir ötürmə ilə hücuma çıxaraq rəqibi cəzalandırır. Qarabağda isə bunu edə biləcək futbolçu demək olar ki, hal-hazırda yoxdur. Vaxtilə bunu Juninho yaxşı edirdi. İndi isə Duran və Addaydan hardasa bu funksiya kimi istifadə etmək olar. Chelsea müdafiə xəttində boşluqlar tez-tez olacaq. Burada Elvin Zubir, Leandro və Silva cütlüyü dəqiq və cəld oynasa, təhlükəli hücumlar yarada bilərik. Chelsea adətən oyunun ilk 20 dəqiqəsində topla dominantlıq qurmağa çalışır. Bu zaman Bikayo, Yankovic, Kadi üçlüsünə böyük yük düşəcək. Hansı ki, Enzo Fernandezin pas kanallarını vaxtında kəsmək lazım olacaq. Statistik olaraq Chelsea-nin zəif nöqtəsi 70-ci dəqiqədən sonra başlayır. Əgər bura kimi hər şeyi yaxşı gətirə bilsək, düzgün əvəz etmələrlə nəyəsə ümid etmək olar. Bəs Qarabağın ilk 11-i necə olmalıdır? Əslində elə də çox seçim yoxdur. Ən ideal heyət məncə Benfica ilə oyunda olduğu kimidir. Əgər 70-ci dəqiqəyə kimi oyunu istədiyimiz kimi aparsaq, Kaşuk, Adday kimi futbolçuların əvəzlənməsi ilə oyunda istədiyimiz effekti yarada bilərik. Chelsea nə qədər böyük komanda olsa da, nədənsə mən bu oyunda böyük hesablı məğlubiyyətin olacağını gözləmirəm. Bəs siz oyun haqqında nə düşünürsünüz? Qarabağdan sürpriz gözləməyə dəyərmi? Fikirlərinizi yazmağı və kanalıma abunə olmağı unutmayın.